yenidən internet texnologiyasından istifadə edən insanların sayının artması, yeni informasiya texnologiyalarının yaranması sayəsində hər gün internetin informasiya resursları, ehtiyatları getdikcə artır, çox böyük sürətlə artır və həm yeni texnologiyaların yaranması, yeni informasiya resurslarının yaranması, eyni zamanda indiyə qədərki dövrdə toplanmış informasiyaların hamısı internet üzərindən idarə olunur və bunların idarə olunmasında informasiya ehtiyatları kütləvi şəkildə artmış olur. Və bu qədər informasiyanın həm geniş yayılması, həm də əlverişli istifadə olunması üçün müxtəlif internet xidmətləri və texnologiyaları var ki, onlar bu qədər geniş yayılmış informasiya resurslarının idarə edilməsi və yayımlanmasında böyük rol oynayır. Belə ki, internetin ən məşhur və çox geniş istifadə olunan texnologiyalarından biz 3W xidməti misal göstərə bilərik. Buna 3W və yaxud da web texnologiyaları da deyirlər bəzən. 3W-nun açılışı World Wide Web mənasındadır. Yəni, ümumdünya hörümçək toru. Mənası ona görə hörümçək toru deyirik ki, internetdə olan resurslar, informasiyalar bütün dünya üzrə müxtəlif lokal olaraq yerləşən coğrafi nöqtələrdə bu informasiyalar serverlərdə, müxtəlif fərdi kompüterlərdə, lokal və yaxud da paylanmış şəkildə yerləşir və onlar bir-birləri ilə hiperistinadlar, hiperəlaqələr vasitəsilə bir-biri ilə informasiyanın ötürülməsi, informasiyanın çatdırılması, qəbul edilməsi və s. kimi prosesləri icra edə bilirlər. Ən məşhur və ən geniş yayılmış internet texnologiyası budur ki, hal-hazırda dünyada internet istifadəçilər arasında 79% məhz bu internet texnologiyasından istifadə edirlər. Növbəti e-mail haqqında, elektron poçt haqqında deyə bilərik ki, bu da internetin həm ilkin mərhələlərdə yaranan texnologiyasıdır, eyni zamanda bugünkü gündə də öz aktuallığını hələ də qorumaqdadır. Belə ki, ilk elektron poçt 1971-ci ildə göndərilmişdir və bugünkü gündə də yenə öz aktuallığını qoruyub saxlayır. Növbəti FTP-dir ki, File Transfer Protokol, bu faylların ötürülməsi protokoludur. Qoper xidməti vardır, bu da internetin çox istifadə edilən texnologiyalarındandır. Telnetdir, uzaq məsafədən idarə etmə və məlumatların ötürülməsi üçündür. BBS-dir ki, bu elektron elan lövhələridir. Usenet-dir, telekonferans xidmətidir. İnternetin interaktiv informasiya xidmətidir. Bundan başqa internet telefon, internet radio və internet televiziya. Eyni zamanda son dövrlərdə ən geniş istifadə olunan xidmətlərdən biri də süni intellekt texnologiyaları üzərində qurulmuş məlumat mənbələridir. Eyni zamanda sosial şəbəkələrdir ki, bu da internet istifadəçiləri tərəfindən, yəni arasında daha çox geniş yayılıbdır və internetin həm informasiyalarının generasiyasında, eyni zamanda insanların bir-biri ilə informasiya mübadiləsi etməsində böyük rol oynayır. Deməli, ümumiyyətlə dedik ki, internetin informasiya resurslarının artmasının iki səbəbi vardır. Bir, ənənəvi, yəni indiyə qədər olan müxtəlif kitabxanalarda, kitablarda, müxtəlif arxivlərdə və s. toplanmış olan məlumatların elektron formaya keçməsi, bunlar ənənəvi ehtiyatlardır. Eyni zamanda günümüzdə də internet istifadəçilərinin sayının artması hesabına və yeni imkanların, yeni texnologiyaların yaranması hesabına internetin müasir informasiya resurslarının artmasıdır. Yəni, bu iki səbəbdən internetin resursları günü-gündən artmağa davam edir. Deməli, əsas xidmətlər haqqında indi geniş məlumat verməyə başlayaq. Deməli, dedik ki, internetin ən geniş istifadə olunan texnologiyası 3W xidmətidir. Bundan hal-hazırda istifadəçilərin geniş qismi bundan istifadə edir. Təxminən 79% bu texnologiyanın istifadə payına düşür. Ümumiyyətlə, bu texnologiyanın yaradıcısı İpermeten layihəsi 1989-cu ildə CERN-də proqram təminatı üzrə məsləhətçi Tim Berners-Lee tərəfindən yaradılmışdır və bugünkü gündə də bu texnologiya öz aktuallığını qoruyub saxlayır. Eyni zamanda Tim Berners-Lee tərəfindən başqa texnologiyalarda yaradılıb və təklif edilibdir. Bunlar həmçinin HTTP və URL, bir də HTML texnologiyalardır ki, bu hər üç texnologiyanın müəllifi də Tim Berners-Lee'dir, belə deyək. Yaxşı. Demək, web texnologiyalar hesabına biz həm mətn, həm audio, video, qrafik olan informasiyaların bir yerdən başqa bir yerə çox sürətli şəkildə göndərilməsindən nail ola bilirik. Və web saytlar arasında sanki bir naviqasiya rolunu oynayır. Web saytlar, web serverlər və yaxud da web
səhifələr. Bunlar əslində bir-bir yaxın mənada istifadə olunsa da bir-birindən fərqlənən anlayışlardır. Veb sayt və veb səhifə. Veb saytlar veb səhifələrin topluluğudur. Veb saytların imkanları daha genişdir və daha çox geniş məzmunu özündə saxlaya bilir. Veb server və veb sayt hardasa bir-biri ilə sinonim şəkildə istifadə olunan terminlərdir. Biz dedik ki, eyni zamanda veb texnologiyaların reallaşmasında əsas olan digər texnologiyalar HTML-dir. HTML Hypertext Markup Language-dir. Yəni, hipermətnlərin təqdim edilməsi dilidir. Veb səhifələr, veb saytlar hamısı bu veb dildə hazırlanır və bir-biri ilə əlaqələri yaradılır. URL-dir ki, bu da universal, yəni ehtiyatların internetdə ünvanlarının müəyyənləşdirilməsi üçün bir universal üsuldur. HTTP isə Hypertext Transfer protokoldur. Bu, veb səhifələrdə məlumatların bir-biri ilə əlaqə saxlanılmasında, ötürülməsində, qəbul edilməsində, istifadəsində əsas protokol olaraq HTTP protokolundan istifadə olunur. Bir də CGI protokolu vardır ki, bu da şlüzlərin universal interfeysi olaraq qəbul edilir və çox geniş istifadə edilir. Hipermətn, yəni özündə başqa veb səhifələrlə əlaqə saxlayan hər hansı mətn, qrafiki bir element ola bilər. Və veb səhifələrdə arasında naviqasiya yaratmaq üçün, yəni keçidləri təmin etmək üçün bizə həmçinin web browser adlanan proqramlardan istifadə olunur. Browser sözü mənası baxış mənasındadır. Yəni biz müxtəlif veb səhifələr, veb saytlar arasında o səhifələrdə olan məlumatları keçid eləmək üçün, onlara baxmaq üçün mütləq browser proqramına ehtiyac duyuruq. Müxtəlif browser proqramları var ki, onlar da öz sürətinə və yaxud da interfeysinə görə, interfeysinin sadəliyinə görə və yaxud da quruluşuna görə bir-birindən fərqlənir. Belə ki, günümüzdə ən çox istifadə olunan web brauzerlərə Internet Explorer, Operadır, sonra Google Chrome'dur, Mozilla'dır, Firefox'dur, Microsoft Edge kimi proqramları misal göstərə bilərik. Bunlar da dediyim kimi, qeyd etdiyimiz kimi öz sürətinə və yaxud da interfeysinə görə bir-birindən fərqlənir. İnternet resurslarının ən çox paylandığı bölmələrdən və yaxud da texnologiyadan biri də web portallardır. Web portallar isə müxtəlif məzmunlu məlumatların bir yerə toplandığı, eyni zamanda bu portallarda insanların daha geniş məlumatları əldə etməsi üçün yaranmış bir texnologiyadır. Web portallar həm informasiya məzmununa görə iki formada olur, üfüqi portallar və şaquli portallar. Üfüqi portallar daha geniş məzmunu əhatə edir ki, onun tərkibində müxtəlif məzmunlu məlumatları, informasiyaları bir yerdə toplayıb bir yerdən idarə etmək mümkündür. Amma şaquli portallar isə daha dar mənada istifadə olunur. Yəni hər hansı müəyyən bir sahəni əhatə edən portallardır. Üfüqi və şaquli portallar dar yönümlü və daha ixtisaslaşmış məlumatları özündə saxlayan məlumat mənbələridir. Yaxşı. Bundan başqa günümüzdə biz yalnız məlumatları internetdən kompüterlər, notebooklar vasitəsilə deyil, eyni zamanda smartfonlar, tabletlər və s. vasitəsilə də əldə edə bilərik. Bu cəhətdən internetin, yəni mobil qurğularımızda interneti daha rahat istifadə etməyimiz üçün müəyyən ixtisaslaşmış protokollar vardır. Bu protokollardan biri WAP protokoludur. WAP protokolunun açılışı Wireless Application Protocol mənasındadır. Demək, bu protokola uyğun olaraq biz mobil qurğularımızda, smartfonlarımızda və yaxud da interneti təmin edə bilirik və internetin müxtəlif xidmətlərindən istifadə edə bilirik. Və ümumiyyətlə insanların smartfonlar, mobil qurğulardan interneti daha geniş istifadə etməsi ilə yanaşı, insanların gündəlik həyatına daha çox daxil olmuş bir texnologiya, internet texnologiyası da var ki, bu süni sosial şəbəkələrdir. Sosial şəbəkələr vasitəsilə həm internetin resursları hər gün, hər an, belə desək, çili miqdarda generasiya olunur. Eyni zamanda mövcud olan informasiyalar bir yerdən başqa bir yerə mübadilə olunur. Belə ki, bu da internetin informasiya resurslarının kütləvi şəkildə artmasına səbəb olur. Günümüzdə insanların istifadə etdiyi ən çox sosial şəbəkələrdən misal olaraq Facebook, Twitter, Odnoklassnik, LinkedIn, Instagram kimi məşhur sosial şəbəkə platformalarını misal göstərmək olar. İnternetin ümumiyyətlə informasiya fəzasının yaranması və inkişafının ilk dövrü veb saytlarının dizayn stili olan
Web 1.0 üzərində qurulmuşdur. Həmin dövrdə veb saytlar, veb əsaslı informasiya sistemləri daha sadə formadaydı və belə desək ki, hər kəsin belə veb saytlara erişim imkanları, yəni orada öz informasiyalarını paylaşım imkanları çox zəif idi. 2005-ci ildən isə bu texnologiya biraz da inkişaf elədi və Web 2.0 versiyası və yaxud da platforması meydana gəldi. Burada isə daha peşəkar insanların daha belə desək, keyfiyyətli məzmunları internet fəzasında yerləşdirmək imkanları yarandı. Və beləliklə daha çox insanların internetə erişim imkanları genişləndikcə Web 3.0 versiyası yarandı və bugünkü gündə elə belə desək, sosial şəbəkələr vasitəsilə insanlar öz məzmunlarını asan bir şəkildə internet fəzasında yayımlaya bilirlər. Bu texnologiyaların, yəni bugünkü günümüzdə sosial şəbəkələr daha aktualdır, lakin belə desəm, bloq anlayışı da vardır. Bu da bir internet xidmətlərindən biridir. Bloqlar vasitəsilə də belə desək, müvəqqəti aktual olan məlumatların toplandığı və məlumatların xronoloji ardıcılıqla, yəni yenidən köhnəyə doğru növbələndiyi, nizamlandığı bir internet texnologiyasıdır. Blog sözü web log sözlərinin əslində sözlərindən yaranmış bir anlayışdır və blog sahibi isə bloger adlanır və blogerlər də öz məlumatlarını, öz belə desək, cari məlumatlarını öz səhifələrində yerləşdirə bilirlər. Bizim də gündəlik istifadə olaraq istifadə etdiyimiz və müxtəlif məzmunlu məlumatları axtarışında müraciət etdiyimiz internet xidmətlərindən biri də wiki layihələrdir. Bunlar Wikipediyadır, Wikibooks'dur və s. Bunlar da web xidmətlərinə aiddir. Wikileaks'dir, Wikipediyadır, bu kimi xidmətləri misal göstərə bilərik. Və qeyd elədik ki, insanların son dövrlərdə daha çox istifadə elədiyi internet texnologiyalarından biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrin hər birinin əhatə elədiyi və yaxud da onun xidmətlərini istifadə etdiyi insanların sayına görə fərqlidir. Bugünkü gündə daha çox aktual olanlar WhatsApp sosial şəbəkəsidir, YouTube'dur, Instagram'dır, LinkedIn'dir, Twitter'dır. Bu kimi şəbəkələr daha çox belə deyək də insan topluluğunu öz ətrafında toplaya bilir. Web forumlar vardır. Web forumlar da insanların müəyyən bir mövzuda öz fikirlərini mübadilə etmək üçün, müzakirələr aparmaq üçün olan bir internet xidmətindən biridir. Web forumlar da müxtəlif məzmunlarda ola bilər. Məsələn, təhsil forumları ola bilər və yaxud da insanların gündəlik ictimai həyatı ilə bağlı olan müəyyən mövzular belə web forumlarda müzakirə oluna bilər ki, orada insanlar sərbəst şəkildə öz fikirlərini paylaşa bilirlər və yaxud da kimlərinsə fikrinə öz münasibətlərini bildirə bilirlər. Belə web forumları misal olaraq Reddit platformasının da məşhurdur, misal göstərə bilərik. Bundan başqa daha çox video məzmunlu məlumatların paylanıldığı və daha çox insanlar daha geniş kütlə tərəfindən istifadə olunan internet resurslarının toplandığı bir platforma da YouTube platformasıdır ki, bu da yenə internet resurslarının böyük hissəsinin toplandığı bir platformadır. Və insanlar orada öz kanallarında, belə deyək, YouTube kanallarında müəyyən məzmunlu məlumatları paylaşaraq yayımlaya bilirlər. Elektron poçt haqqında qeyd elədik, 1971-ci ildə istifadə olunubdur. Bugünkü gündə də öz aktuallığını hələ də qorumaqdadır. Bundan başqa internet bizim həyatımızın müxtəlif sahələrinə internet belə desək sirayət etdiyindən biz eyni zamanda gündəlik alış-veriş işlərimizdə internet üzərindən yerinə yetirə bilirik. Bu da yenə internetin informasiya resurslarının artmasına və insanların belə deyək həyatının daha da asanlaşmasına səbəb olur. İnternet mağaza, elektron ticarət və yaxud da ticarət üçün məsələn müxtəlif internet üzərindən biz mağazalarda belə deyək gəzişə bilərik, orada öz alış-verişimizi eləyə bilərik, pul köçürmələrini eləyə bilərik ki, bunun bu sahədə də kifayət qədər ixtisaslaşmış böyük beynəlxalq platformalar var ki, buna Amazondur, Trendyoldur, bu kimi böyük platformaları misal göstərmək olar, eBay'dır, bu kimi platformaları misal göstərmək olar. Eyni zamanda internetin daha bir xidməti var, internet auksionudur ki, burada da hər hansı bir məhsulların satışı üçün internet üzərindən real vaxt rejimində və müəyyən vaxt çərçivəsində onların satışını və yaxud da belə desək, auksiyona çıxarılmasını təmin etmək olar. Yəni, sorğu və yaxud təkliflərə əsasən qoyulan internet ticarətin bir sahəsidir. İnsanlar tərəfindən geniş istifadə olunur. Banner sistemləri var ki, bugünkü gündə müxtəlif
reklam, belə desək ki, internetdə reklamların paylanılması üçün istifadə olunan məşhur bir texnologiyadır və yaxud da xidmətdir. Banerlərdə yenə hiperkeçidlərlə idarə olunurlar. Yəni, biz hər hansı bir baner məlumatın üzərində tıklamaqla növbəti banerin altında olan reklam məlumatına keçə bilərik. Lakin bunlar da iki formada ola bilər, ödənişli və ödənişsiz. Bu isə artıq internetdə belə deyək, sayt sahiblərinin arasında olan razılaşmalara görə ödənişli və ödənişsiz formaları mövcud ola bilir. İnternetin daha geniş bir istifadə olunan xidməti internet axtarış sistemləridir ki, böyük axtarış sistemləri, böyük bazalar var ki, bunlardan hamımızın geniş istifadə etdiyimiz və tanıdığımız Google-u misal göstərə bilərik. Lakin bir şey qeyd edək ki, son dövrlərdə süni intellekt texnologiyalarının və açıq erişimli mənbələrin olması ilə artıq ChatGPT və yaxud da Gemini və s. kimi məşhur olan süni intellekt texnologiyaları, belə desək, bu axtarış sistemlərini hardasa geridə qoyur. Lakin pulsuz versiyalarında bizim imkanlarımız məhdud olduğundan hələ də biz bu kimi internet axtarış sistemlərindən istifadə edə bilirik. FTP faylların ötürülməsi protokolu, fayl transfer protokol, ümumiyyətlə dedik, internetin resursları kifayət qədər çoxdur və bu internet resurslarının hamısını vahid bir mənbədə toplamaq qeyri-mümkündür. Ona görə də internetin resursları dünya üzrə lokal şəkildə müxtəlif coğrafi yerlərdə paylanmış server kompüterlərdə saxlanılır və həmin server kompüterlərin bəziləri ixtisaslaşmışdır, yəni sırf faylların toplanıldığı server kompüterlərdir ki, bunlara fayl serverlər deyirlər və insanlar müəyyən, məsələn, şirkətlərə məxsus olan, dövlətlərə məxsus olan açıq erişimli məlumatları sırf bu fayl server məlumat bazaları üzərindən əldə edə bilirlər. Yəni, bu vacib deyil ki, bir istifadəçinin kompüterində böyük verilənlər onun öz kompüterində toplansın. Elə internetin ən müsbət tərəfi və daha istifadə edimli tərəfi də budur. Yəni, fayllara uzaq məsafələrdən əlçatanlıqdır ki, müəyyən server kompüterlərdə saxlanılır və istifadəçilər lazım olduqca həmin faylları əldə edə bilirlər. Öz kompüterlərinə download və yaxud da özlərində olan məlumatları internetə upload etmək imkanları vardır. Bunlar saydığımız bu xidmətlərin bəziləri də var ki, texnologiyalar çox sürətlə dəyişdiyinə, daha sürətli, daha əlçatan texnologiyalar yarandıqca bəzi xidmətlər var ki, artıq onlar öz aktuallığını itirir. Belə ki, məsələn, Gopher xidmətini misal göstərmək olar. Sosial şəbəkələr artıq bu texnologiyaları nisbətən geridə qoyur. Telnet var ki, uzaqdan konfransların təşkil olunması üçün, Usenet və Telnet var ki, uzaqdan konfransların təşkil olunması üçün istifadə olunan texnologiyalardır. Lakin bunları da əvəzləyən daha yeni texnologiyalar var ki, onlayn meeting proqramları, belə desək, bu Telnet və Usenet texnologiyalarını artıq bir qədər geridə qoymuş olur. Və qeyd edək ki, bugünkü gündə artıq dedik, informasiyanın miqdarı həddindən artıq artdığına görə insanlar adi normal server kompüterlərdən, şirkətlər deyək də, yəni adi insanlar da çox, şirkətlər artıq öz server kompüterlərinin buna gücü çatmadığını bilirlər, hiss eləyirlər və buna görə də daha yeni texnologiyalardan istifadə etmək zərurəti yaranır. Belə ki, texnologiyada daha yeni bir, belə desək, cığır açan kvant kompüterlərdir ki, böyük texnologiya şirkətləri öz məlumatlarını, öz informasiya resurslarını saxlamaq üçün məhz kvant kompüterlərindən yaradılması üzərində layihələrə başlayıblar və onun üzərində işlər aparırlar. Çünki bu qədər informasiyanın və daha sürətli, yəni ağıllı şəhər layihələri, ağıllı kənd layihələri və s. bu kimi iri layihələrin idarə olunması, orada olan məlumatların bir yerdə toplanması üçün, idarə olunması üçün artıq indiki texnologiyalar kifayət etmir. Bu cəhətdən də daha yeni texnologiyaların yaranmasına ehtiyac yaranır. Bugünkü danışacağım mövzu demək bunlar idi. İnternetin texnologiyaları, internetin informasiya resursları, onların dünya üzrə necə paylanması və ən məşhur olan internet xidmətləri haqqındadır. Növbəti dərslərdə görüşənədək.